bu nəticələr son 10 ilin ən yüksək nəticələridir. Təbii ki, idman siyasəti elə bir işdir ki, bu özünü həmin dəqiqə biruzə vermir. Görülən işlər bir neçə il sonra özünü biruzə verir. Gözlənilən idi. Yəni, medal sayı çox da ola bilərdi, az da ola bilərdi. Amma bu, onun göstəricisidir ki, əsas məsələ ondan ibarətdir ki, bu, görülən işlərin nəticəsidir. Təbii ki, bu baxımdan bu həm sevindiricidir və həm də qənaətbəxşdir bizim üçün. Təbii ki, bu idmandır. İdmanın konkret bir söz demək ki, gözləntilərimiz nədir? Hər bir idmançının ən böyük arzusu olimpiya oyunlarıdır. Ölkəsini olimpiya oyunlarında təmsil edib və olimpiya oyunlarında uğurlar qazanmaqdır. Bir federasiya olaraq bizim də Sübhandan gözləntilərimiz olimpiya oyunlarında qələbələrdir və medaldır. İndi medalın əyarı qızıl olsa daha yaxşı olar. Olimpiya oyunları elə bir yarışdır ki, orada proqnoz vermək həqiqətən də çox çətindir. Hətta yüksək hazırlıq səviyyəsi olan boksçular da bəzən orada qələbə qazana bilmirlər, bəzən ilk döyüşdə məğlub olurlar. Sizin verdiyiniz bu sual təbii ki, sırf məşqçinin səlahiyyətinə aid olan bir cavab olduğu üçün, təbii federasiyanın bununla bağlı planı var. Federasiya lazım olan şəraiti yaradır. Amma əsas hazırlıq planını baş məşqçi həyata keçirir. Bu sonuncu keçirilir. 2025-ci ildə Alfonso Domingosun qazandığı uğurlar onu deməyə imkan verir ki, məşqçinin də planı və Alfonso Domingosun özünün də planı doğru, düzgündür və bunlar doğru yolda inkişaf edirlər. Artıq bu məlumdur çəkilər, 7 oğlan çəkisi və 7 qız çəkisi. Bilirsiniz, gender balansı əldə etmək üçün Beynəlxalq Olimpiya Komitəsi oğlanların çəkisindən azaldıb, qızların çəkisinə əlavə etdi. Təbii ki, bizdə kişi boksu daha çox inkişaf etdiyindən bu məsələ bizim işimizi biraz da çətinləşdirir, açığı desək. O ki, qaldı bu çəki dərəcələrinə baş məşqçinin özünün planı var. Müəyyən bir olimpiya oyunlarına yaxın bir müddətdə, məsələn, 75 kiloqram olimpiya çəkisi deyil, onunla bağlı düşünməlidir. 75 kiloqramda uğur qazanan boksçunu 70 kiloqram çəki dərəcəsində vuruşacaq, yoxsa 80 kiloqrama qaldıracaqdır. Bununla bağlı kompleks işlər və kompleks tədbirlər həyata keçirilməlidir. Burada həm baş məşqçinin, həm komandanın, tibbi heyətinin, həkimin və digər, belə deyək, məsul şəxslərin rəyi və işi çox önəmlidir.